Ondan sonra nə elədik? 50 zlotara belə bir qapının arası üçün, yəni petələri yağlamağa vasitə aldıq. 50 zlota və onu yağlayacağıq. Bildiyiniz kimi yəni maşından cırıltı səslər gəldi, onun əleyhinə. Bu formada 4 qapıya da eləyəndən sonra fikrimcə, yəni bu artıq cırıltı səsindən azad olacaq. Ondan sonra bizdə əsasən sağ qapıda o petlədə cırıltı səsi gəldi. Ən vacib buraydı, onu da elədik. İndi gəlsə effekti göstərir. Və beləliklə kiçik-kiçik, xırda-xırda addımlarla maşında nə qədər nöqsan varsa aradan qaldıracağıq. Ən ucuz formada, yüksək keyfiyyətli şəkildə. Bonusda olaraq həm kapotu da eləyəcəyik, həm də ki bagaj tərəfin qapısında. Və bununla bizim işimiz bitir. Dediyim kimi xırda-xırda bu görərək yavaş-yavaş aşıracağıq və bacardığım qədər ən az maliyyətlə maşını biləcək vəziyyətdə və normal bir vəziyyətdə gətirəcəyik. İnşallah yavaş-yavaş gələcək videolarda görüşmək ümidi ilə hələlik.